Ən çox soruşulan suallardan biri də qurd yağı ilə bağlı idi. Qurd yağı nədir? Qurd yağı ilə bağlı bəzi insanlar deyir ki, Mehman bəy, qurd yağı canavarın gözüdür, canavarın qulağıdır. Açıq deyim ki, qurd yağı bugünkü gündə ölmüş bir uşağın ətindən, piyindən çəkilmə bir yağdır. Bəzi insanlar fikirləşir ki, qurd adi bir şeydir, canavarın gözüdür. Xeyr. Ölmüş insanın uşaqları, məsəl üçün baxırıq ki, bəzi mollalar var ki, qəbirstanlıqlardan ölmüş uşaqların piylərini çəkir. Mən dəfələrlə görmüşəm ki, bəzi o mollalar var, 3 manatlıq mollalar, qəbirstanlıqlardan cadular bastırırlar, gözümlə görmüşəm, qurd yağı çəkirlər. Qurd yağı da ölmüş insanın ətidir, başa düşürsünüz və aldanarsınız. Baxıram ki, bəzi bir qadın xeylağı var, mənə gətirib ki, Mehman bəy, mən qapımdan cadu tapmışam, halbuki gəlib baxmışam ki, qurd yağı deyil, saldor yağıdır. Başa düşürsünüz? Bax, belə bir şeylər var. Onun üçün də mən sizə deyirəm ki, heç vaxt qorxmayın. Heç vaxt qurd yağıdır. Qurd yağı bugünkü gündə deyirəm, əli vurarsan, səpərsən, xəstəliyə düşərsən. Xeyr. O qurd yağı bir insanın ki, dilində Allah varsa, o qurd yağıdır, nə bilim, cadudur, əməldir, o insana batmaz. Qurd yağı ilə cadu etmək mümkündür. Qurd yağının bugünkü gündə qiyməti 8.000-10.000 arasıdır. Başa düşürsünüz? Bəziləri fikirləşir ki, 300 manada, 200 manada, bu qədər xeyr. 8-9 min arası olan qiyməti var o qurd yağının. Və hələm-mələmdə o insanda tapmaq qeyri-mümkündür.